İnanın, nə kəsir pulunu verəcək pulum var idi, nə universitetə gedə biləcək pulum var idi. Bütün kurslara müraciət elədim və heç biri məni qəbul eləmədi ki, sənin təcrübən yoxdur. 5-ci sinif, 6-cı sinif belə götürdüm. Qoyurdum statusa, paylaşırdım, özüm postlər hazırlayırdım. Belə kiçik başlayırdım. Hansı ki 5 manat, 10 manat. Yəni belə mənə nə qalırdısa, yəni o mənə sevinc idi ki, yəni necə heç nəyim yoxdur. Yəni 5-10 manatla özümə o mənim üçün o qədər böyük bir uğur idi ki, o qədər mən həvəslənirdim. Mən Novruzova Elvina, N Akademiya Tədris Mərkəzinin təsisçi rəhbəriyəm. Bizim əvvəl bir çəkilişimiz olub. Artıq mən düşünürəm ki, ikinci çəkilişimizdə ikinci çəkilişə uyğun olaraq ən çox işimə, hansı ki N Akademiya qurmağa necə başladım, bunun barədə danışım. N Akademiya qurmağa əslində belə deyək də, yəni insanlar düşünür ki, əgər hər hansı bir insan biznes qurubsa, bunun üçün mütləq şəkildə maliyyə lazımdır, kimisə dəstəyi lazımdır. Bunsuz heç bir şəkildə mümkün deyil. Bir də hansı ki şans lazımdır deyirlər. Ən çox insanların özünə təsəlli verdiyi mənim şansım olmadı, mənim arxam dayağım olmadı və s. İndi mən öz hekayəmi danışacağam. Heç bir nöqtəni keçmədən, bəzən insanlar deyir ki, kulminasiya nöqtəsini keçib danışırlar, amma mən heç bir hissəni keçməyəcəm, hər birini danışacağam. Keçən videomuzda bir hissəni danışmamışam, onunla bağlı danışım. Deməli, mən hələ məktəbi yeni bitirmişdim. Ümumiyyətlə, uşaq olan vaxtlarından da mənim işləməyə həvəsim həmişə çox idi. Çox olub işləməyə həvəsim ki, çalışım, pul qazanım, ailəmə dəstək olum, həm özümə gələcəyim üçün dəstək olum, oxuyum. Bununla bağlı həmişə işləməyə həvəsli olmuşam. 11-ci sinifin bitməyini çox gözləyirdim ki, bitirim, universitetə daxil olum və həmçində işləyim. Yəni, çünki universitet vaxtı düşünmürdüm ki, ancaq təhsil alım. Çünki maliyyə lazımdır hər cəhətdən, kitablar və s. Və məktəbi bitirdim, imtahanları verdim, yekunlaşdırdım və özümə iş axtarmağa başladım. Hansı ki, fərqi yox idi. Yəni, hər hansı bir mağaza olsun, market olsun, har olur olsun işləyim. Onsuz da 3 ay müddətində evdəyəm və hələ universitet cavabımı almamışam. Qəbul cavabım hələ gəlməyib, çünki yeni bitirmişdim, imtahanımı yeni vermişdim. Mağazalara müraciət elədim, marketlərə müraciət elədim. Axırda bir geyim mağazasında işlədim. Demək olar ki, orada bir ay müddətində işlədim. Bir ay müddətində səhər gedirdim, səhər 9-da, axşam 10-da, 11-də çıxırdım. Bir haradasa 13 saatlıq belə iş olurdu, hansı ki, yəni gecikməyim deyə avtobusla gedirəm. Gecikməyim deyə evdən şəhərə qədər həmişə tez gedirdim, 1 saat. Düzdür, çöldə olmurdum, çöldə saxlayırdılar biz, çünki açar məndə olmurdu deyə. Ona görə səhər 9-dan orada dayanırdım, 10-da mağaza açılırdı və belə işləyirdim. Hansı ki, həmin bir ay müddətində universitetimə paltar almağım üçün çalışırdım. Əlbəttə, universitetə qəbul olmasaydım belə yenə başqa yollara müraciət edəcəkdim. Yəni, hansı ki, başqa cür çalışmaq və s. Yəni, çünki mən universitetə qəbul olan zaman orada ixtisaslarda hər biri ödənişsiz yazmışdım. Çünki ailə vəziyyətim yox idi ki, mən aylıq hər hansı bir 2000 verə bilim, daşı illik. Ona görə mən artıq hər birini ödənişsiz yazmışdım. Və orada ancaq riyaziyyat müəllimliyi, fizika müəllimliyi belə idi. Riyaziyyat müəllimliyinə qəbul oldum. Elə qəbul xəbərimi də işlədiyim zaman aldım. Və bir gün status qoymuşdum, hansı ki, əvvəl riyaziyyat müəllimim var idi. Mənə baxdı ki, bəs işləyirsən? Dedim, bəli müəllim. Hansı ki, mən məktəbi bitirən kimi artıq başladım işləməyə ki, universitet açılar. Yəni, qəbul olacağım əslində əmin idim. Olmasam da xeylisi budur. Yəni, nə yolu seçmişiksə əgər, o yol uğurlu olacaq. Çünki yolları düzdür, biz seçirik, amma xeylisini Allah edir. Ona görə də heç bundan şübhəm yox idi. Müəllim dedi ki, Elvina, yox, bu yol, hansı ki, sənin mağazada işləməyi mən səni yaraşdırmıram. Yəni, sənin çox gözəl savadın var və yox ki, yəni mağazada işləyənlər təbii ki, aşağı deyil, elə bir şey yoxdur. Sadəcə olaraq sənin savadın varkən, sənin belə üstünlüklərin varkən, sən nəyə görə gedib mağazada işləyəsən, sən dərs keçməlisən, bunu daha da möhkəmləndirməlisən və s.
Əlbəttə, mənim hələ onda 17-18 yaşım var idi və müəllim məni öz zəif tələbələrindən təkmilləşdirmək üçün verdi ki, hansı ki, tələbələr zəifdir, şagirdlər, məsələn, onlar 5-ci sinifdir, 6-cı sinifdir, bunlara sıfırdan keçmək lazımdır da, yəni hər şeyi vurmadı, bölmədi və s. belə şeylər keçmək lazımdır ki, təkmilləşdirim onları və verim həmin riyaziyyat müəllimimə. O da onu daha gözəl, yuxarı səviyyə aparsın. Və mən belə 5 tələbə, 10 tələbə götürdüm və hazırlaşdırdım. Daha sonra mən inanın ki, o qədər yorulurdum. Universitetdə həm gedirdim, sonra universitetdən sonra gəlirdim, hazırlıq keçirdim, çox yorulurdum. Düzdür, müəllim çox sağ olsun, kömək göstərirdi mənə maddi cəhətdən, amma yorulurdum. Çünki az gəlirdim məktəbdən və dərs keçirdim, bu məni çox yorurdu. Daha sonra mən artıq kursa yox, müəllimə danışdım ki, bəs mən evdə hazırlıq keçim. Bildirdi ki, olar. Hansı ki, artıq şagirdləri evə dəvətlədim. Hansı ki, başladım hazırlıqlar keçməyə. Daha sonra isə tələbəm az idi deyə mən məcbur idim ki, yəni maliyyə cəhətdən də çox, yəni məndə ehtiyaclar çox idi. Ona görə müxtəlif kurslara müraciət etməli idim. Və bütün kurslara müraciət elədim və heç biri məni qəbul eləmədi ki, sənin təcrübən yoxdur. Əslində, heç birini qınamıram. Yəni, əlbəttə ki, təcrübən yoxdursa, ya imtahan verməliyəm, ya da ki, kiçik-kiçik başlamaq lazımdır da hardansa. Mən də ancaq məhnədə olan kurs, kiçik kurs müəllimin yanında təcrübəsi kimi işləmişəm. Bir də evdə hazırlıq keçmişəm. Yəni, o da təkmilləşdim sadəcə. Yəni, heç bir uşağı belə də imtahana hazırlamamışam. Ancaq təkmilləşdirmişəm. Daha sonra deməli kurslarda heç biri məni qəbul etmədiyinə görə mən özlərimə çalışmağa başladım ki, yəni imtahan verməyə hazırlaşım da belə. Daha sonra isə və mənim inanırsınız ki, yəni imtahan hazırlaşmağa çalışırdım, amma bilirsiniz necədir, vaxtım yox idi da, yəni maliyyə cəhətdən çox ehtiyacım var idi, yəni yol pullarım, yəni yeməyi heç saymıram, amma daha çox yol pulum mənə problem yaradırdı da, yəni ehtiyacım çox idi. Bilirsiniz, həmin vaxt ailə cəhətdən problemlərimiz çox idi. Keçən videoda danışmışam hamısını. Ona görə ehtiyaclarım çox idi deyə mən mütləq şəkildə təcili iş tapmalıydım. Hansı ki, mənə sadəcə təkmilləşdirmə sinifləri olsa daha yaxşı olar. Yəni 5-ci sinif, 6-cı, yəni bilsiniz, mən istəmərəm ki, təcrübəm olmadan hər hansı bir uşağı imtahan hazırlayım da. Yəni təcrübəm çünki yox idi həqiqətən də. Və onlayn kurslara müraciət etdim, məni qəbul elədilər. Mən onlarda sadəcə və sadəcə 5-ci sinif, 6-cı sinif belə götürdüm. Onları təkmilləşdirmək üçün, hansı ki, sıfırdan yüksək təkmilləşdirmək qəti çıxana qədər. Hər birini götürdüm və hazırlaşdırdım. Belə-belə artıq hər ay sonunda müəyyən qədər əlimə pullar gəlirdi və onu mən xərcləyirdim. Daha sonra bir kurs var idi, hansı ki, qəbul oldum. Və o da onlayn kursuydu, amma orada biraz tələbələr daha çox idi. O mənə daha çox sərf edirdi, hansı ki, və bütün gücümü mən ora vermişdim. Demək olar ki, həm universitetdə artıq çətin dönəm başlayırdı, imtahan dönəm başlayırdı, həm də uşaqlarımın sayı artmışdı. Demək olar ki, mən bilmirdim ki, yəni uşaqlara vaxt ayırım, dərsə vaxt ayırım, hər ikisinə vaxt ayırmalıyam, çünki hər ikisinə məcburam. Həm təhsil almalıyam, həm təhsil verməliyəm. Çünki maddiyyatdan ehtiyacım var idi və bu tələbləri itirə bilməzdim. Yəni, bir 50-yə yaxın tələbəm var idi. Və kurs mənim hansı ki, ödənişimi verə bilməmişdi keçən ay, hansı ki, o vaxt keçən ay. Bir də həmin ayda verə bilmədi. Ona görə yəni, üst-üstə 1-2 ay mən maaş ala bilmədim. Artıq imtahan yaxınlaşırdı, amma buna baxmayan tələbləri təhvil vermək istəmədim ki, nə kurs tərəfindən məsləhətçi müəllim kimi adlanmayım, həm də tələbələrin heç birini itirməyim. Çünki yayda da işləyəcəm. Yəni, mənim üçün bu itki olacaq. Sonra yenə kurs tapmaq, təkmilləşdirmə və s. çətin olacaq. Mən təəssüflər olsun ki, universitetdə bir fəndən kəsildim. Çünki hazırlaşa bilmədim, dərs keçirdim deyə. Uşaqların hazırlığını keçirdim və kurs mənim pulumu verə bilmədiyini bildirdi ki, verə bilməyəcəm. Mən inanın ki, çox çətin vəziyyətdə qaldım və kurs rəhbəri bildirdi ki, tələbələrinizin hər birini biz təhvil veririk sizlərə, ödənişləri gələn aydan özünüz götürəcəksiniz, amma biz 2 ay ödənişini verə bilmirik. İnanın, nə kəsir pulunu verəcək pulum var idi, nə universitetə gedə biləcək pulum var idi. Heç bir şəkildə pulum yox idi.
Çox çətin vəziyyətdə idim. Bizim kolleqalar arasında tələbə göndərmək kimi bir hansı ki başlamışdı ki, məsəl üçün mən öz tələbəmi, riyaziyyat tələbəmi Azərbaycan dili fənnindən istəyir, mən tanıdığım Azərbaycan müəlliminə göndərirdim və o müəllim də mənə həmin tələbənin ödənişinin 50%-ni verirdi. Yəni belə hansı göndərməklə demək olar ki, insan artıq başlayır biznesə, bilirsiniz nə vaxt göndərmə işləri. Məsəl üçün, mən filan tələbəni göndərirəm, ödəniş alıram. Başqa tələbəni göndərirəm, ödəniş alıram. Artıq insana biraz şirin gəlir məsələn bu iş ki, mən tələbəni göndərirəm, oradan mənə ödəniş gəlir. Daha sonra isə bu tələbələr, məndə 50 tələbə var, təsəvvür edin, biri ingilis dili istəyir, biri Azərbaycan dili, hamısını göndərirəm və həmin vaxtda demək olar ki, bir çox müəllimlər özlərinə kurs açdılar. Mənimlə birlikdə mən də açdım. Sizə deyim ki, heç ümidim yox idi. Heç ümidim yox idi. Yəni, sadəcə yönəltməklə bağlı açmaq istədim. Çox kiçik bir kurs idi. Adını N qoydum, N Akademi. Yəni, orada bir çox müəllimlər açmışdı kurs. Yəni, onlayn tədris mərkəzidir. Yəni, nə qədər böyük ola bilər ki, çox kiçik bir kurs idi. Mənim də kursum, digər müəllimlərin kursu. Yəni, hamımız bir yerdə açdıq kursu. Məndən əvvəl açanlar da var idi, hansı ki, tələbələri var idi kifayət qədər. Mən açdım. Öz tələbələrim sadəcə olaraq tanıdığım kolleqalar var idi, hansı ki, həmin kursdan qalmışdı da, həmin tanıdığım müəllimlər. Onlara yönəldirdim və onlara ödənişlərini öncədən verirdim. Məsələn, tələbələrini götürürdüm, onun 50%-ni verirdim rus dili müəlliminə, verirdim riyaziyyat müəlliminə. Hərəsindən bir tələbə verə bilirdim, gücün çatdığı qədər də, yəni 2 tələbə verə bilirdim. Yəni, heç bir əlimdə baza yoxdur, heç bir tələbə yoxdur, ancaq özümkilərdir. Nə bilim, qoyurdum statusa, paylaşırdım, özüm postlər hazırlayırdım. Belə kiçik başlayırdım, hansı ki 5 manat, 10 manat, yəni belə mənə nə qalırdısa, yəni o mənə sevinc idi ki, yəni biz necə heç nəyim yoxdur, yəni 5-10 manatla özümə o mənim üçün o qədər böyük bir uğur idi ki, o qədər mən həvəslənirdim. Daha sonra rəhbər mənə dəstək olaraq bildirdi ki, mən sənə reklam qoymaqdır və s. tələbə artırmaqdır, bu yöntəmi sənə öyrədə bilərəm. Hansı ki, mənim o barədə heç bir məlumatım yox idi. Yəni, 50 tələbəm var idisə, hamısı davam edirdi və onları mən yönəldirdim hansı ki, müxtəlif fənn müəllimlərinə. Və belə, yəni 5 manat, bir müəllimdən 10 manat, belə və mən onlara öncədən ödəniş verirdim ki, yəni çünki biz necə, həmin vaxt heç çox güvənsizlik var idi. O vaxt, yəni kurslara, onlayn kurslara müəllimlər güvənsizlik artıq hissi yaranmışdı ki, yəni ödənişinizi ala bilməyəcəkdi. Ona görə mən öncədən verirdim ki, yəni heç problem yaranmasın. Öncədən hər bir ödənişimi verirdim. Daha sonra mən başladım artıq reklama və öz tələblərimdən ödənişlər artıq növbəti aydan gəldi. Növbəti aydan ödənişlər mənə gəldi yavaş-yavaş, 10 manat, 20 manat, 30 manat, belə gəldi. Və həm yönətməklə, həm dərs keçməyimlə belə yönətdim. Əlbəttə, reklamla mən aldığım bütün ödənişləri hər bir reklama vururdum. Yəni, reklama qoyurdum ki, hansı ki, mənə tələbə gəlsin oradan. Yeni açılmış səhifədə də effekt biraz az olur. Çox az olur. Yəni, məsələn, əziyyət çəkirsən, çox pul tökürsən, amma biraz əziyyət bəhrəsi çox az olur. Amma nəsə, inanırdım ki, nəsə olacaq. Yəni, qeyd-qeyd inanırdım artıq ki, nəsə olacaq, mən də bacara biləcəm və s. Ondan sonra artıq tələbələr başladı artmağa, başladım mən də müəllimləri yönətməyə və müəllimlərin tələblərini artırmağa, bir müəllimə 5 tələbə, birinə 10 tələbə verməyə başladım və bu şəkildə davam etdik. Aylar, yəni inanın ki, mən o qədər reklama pulu qoyurdum ki, Instagram reklamlarına da ancaq. Yəni, əlimə nə düşürdüsə hamısını qoyurdum. Onsuz da mən onlayn işləyirəm. Mənim heç bir avtobus pulum yox, yay tətili idi həm də. Universitetə getmirəm, avtobusa pulu vermirəm. Qeymə də pulu, heç nə pul vermirdim. Hamısının pulların vururdum reklama. Hamısını Instagram reklama qoyurdum ki, hansı ki mənə o, belə deyək, tələbə gətirirdi. Çünki tək inanacağım yer Instagram idi. Başqa heç bir dəstək alacağım, ümid görəcəyim yeri yox idi. Və belə kiçik addımla, yəni hər şey ən kiçik addımla başladı. O bəzən deyirlər, addım at, sonrası gələcək. Yəni, həqiqətən də elə idi. Yəni, bəzən insana o addım atmaq çox kiçik gələ bilər. Amma addımı atarkən və onu davam etdirərkən, o qədər böyüyə bilər ki, və sənin çox böyük. Məsələn, bizdə bu dəqiqə Akademiyada 1500 tələbə var onlayn üzrə.
Məsələn, biz əvvəl açanda bir tələbə, birinə 5 tələbə, müəllimə 10 tələbə. Bizdə həmin elə müəllimlər var ki, o vaxtdan bizlə işləyirlər, məsələn. Hansı ki, onlara mən o vaxt 10 tələbə verə bilirdimsə, hazırda onların bir müəllimin, məsələn, 100 tələbəsi var, 150 tələbəsi var. O vaxtdan bizlə işləyirlər. Kiçik. Yəni, biz necə, bəzən insan biznes necə başlayır, yönəldirsən, calaq işi var, yönəldirsən, oradan sənə ödəniş gəlir. Çox adama o çox şirin gəlir. Yönəltdin, ödəniş gəldi, bir dənə də yönəltmək istəyirsən, 2, 3, 4. Artıq insan bunu böyütmək istəyir. Böyütdükcə artıq istəmir də başqa iş. İstəyir ki, ancaq elə bu işlə işləsin. Daha sonra öz tələbələrimi də artıq başqa müəllimə transfer elədim ki, mənim artıq zamanım qalmamış. Çünki kurs o qədər mənə, belə deyək də, bilmirəm, şans imiş o, nə idi. Amma mən bunu bir şans kimi adlandırmazdım. Çünki həmin vaxt bir çox müəllimlər kurs açmışdılar. Amma mən daha çox əlində olan hər şeyi reklama qoydum. Yəni, hər şeyi sırf kursu qaldırmaq üçün etdim ki, hansı ki, bugün onun sayəsində, yəni çəkdiyim əziyyətlərin sayəsindədir bu kurs böyüyüb. Yəni, bəzən insanlar bunu şans kimi adlandırır, amma əslində o şans deyil. Yəni, əziyyət olmayan bir şeyin əsla bəhrəsi olmaz. Yəni, bunu kim deyirsə ki, hə, şanslı və s. Bəzən mənə yazırlar, baxıram, arxanızda kimsə olmadan əsla qabağa getmək mümkün olmazdı. Arxanızda kim var, bunu deyin. Axı, mən hər şeyi öncədən danışmışam, hər bir şeyi bildirmişəm ki, mən necə başlamışam. İndi də demək olar ki, orada qalan bütün hissələrin hamısını danışdım və hər birini bildirdim ki, yəni, mən bunun hamısını tək başıma eləmişəm. Yəni, biz necə, alacağım pulu belə almadan eləmişəm də, yəni, sadəcə bir tələbəni göndərmək, 2 tələbəni göndərmək və bu pulları alıb dəyərləndirmək. Yəni, bəzən aldığın pul dəyərləndirmək səni böyük bir yerə apara bilər. Yəni, sən 5 manatla, 10 manatla çox iş görə bilərsən, bəli. Yəni, insanlar düşünür ki, iş qurmaq üçün sadəcə 20 min, 30 minə ehtiyac var. Bəli, elə işlər var ki, onlar üçün lazımdır 20 min, 30 min. Amma yoxdursa, bunu necə eləyə bilərik? Yoxdursa, oturub naşükürlük eləyək ki, Allah bizə bu şansı yaratmadı. Yaxşı, mənim üçün də yaratmadı da, yəni bunu mənim üçün yaratmadı. Yəni, mən nəyə görə oturum naşükürlük eləyim ki, kurs rəhbəri mənim niyə pulumu vermədi, mənim niyə ailəm daha imkanı olmadı, niyə mənim vəziyyətim daha yaxşı olmadı. Mən bunlar üçün naşükürlük eləsə nəsə artmayacaq axı. Daha da hər şey nəqativə doğru gedəcək ki, mən naşükürəm. Mənə verilən daha çox variantları, daha çox şansları mən görmürəm. Yəni, bəzən neqativ olan bəzi hadisələr əslində bizə yol açır. Yenə deyirəm, dəyərləndirməkdən çox şey asılıdır. Şansdır, arxa dayaqdır. Bəzən ola bilər ki, sənin əlində hər bir variant ola bilər, amma sən heç nə eləyə bilməzsən. Yəni, sənin əlində çox pul ola bilər, hər hansı bir nəsə ola bilər, amma sən onu batıra da bilərsən, o pulu. Yəni, hər bir şey təbii ki, ağıldan və düzgün şəkildə strategiyadan asılıdır. Düzgün qurulmuş planla qarşıya getmək olar. Yoxsa əks halda heç bir pulla qabağa getmək mümkün deyil. Reklama qoyduğum pul sizə desəm 80 min. 80 min pul qoymuşam. Yəni, nə qazanmışamsa, hamısını reklama qoymuşam. Yəni, mənim hazırda reklama qoyulan pul hansı ki var, onların hamısı göstərir mənim telefonumda. Bəli, yəni mən kursumu açandan bugünə qədər 80 min pul qoymuşam reklama. Mənim özümə qalan məbləğ isə yığdığım o vaxt, yəni ən çox 25 min olub. Çünki mən pul yığmamışam, mən hamısını işimə vermişəm. Əlimə nə pul düşübsə, inanın mənə, özümə qıymıram, amma işimə daha çox verməyin tərəfdarıyam. Məsələn, işimə verim 2 min, 3 min, amma özümə almayım nəsə. Özümə aldığım itki hesab edirəm. Daha çox işimə verməyi qazanc hesab edirəm. Çünki mənim burada olmağıma səbəb, bunları danışmağıma səbəb olan hansı ki o başarımı deyim, nə deyim, o mənim işimdir. Ona görə mən tanıyanlar bilir ki, mən yəni işimdəsə hər hansı bir narazılıq olanda, mən özüm, inanın mənə həmin gün o qədər pis oluram. Həyəcan içində oluram.
Yəni mən bütün pulumun hər birini, yəni hamısını reklama qoymuşam. O pulla mən ev ala bilərdim, bu dəqiqə üçün daha bahalı maşın sürə bilərdim. Məqsədim ancaq o idi ki, ancaq müəllim olum. Yoxsa mənim heç bir fikrim yox idi ki, mən kurs rəhbəri olaram, mənim bu qədər pulum olar. Düzdür, özümün potensialıma inanırdım ki, mən bacararam nələrsə. Amma mən düşünürüm ki, tanınmış müəllim olaram. Savadlı tanınmış müəllim olaram da. Yəni müəllim olaraq tanınaram. Riyaziyyatçı olaraq tanınaram. Amma mən düşünmürdüm ki, hər hansı bir kurs rəhbəri olaram. O vaxtda kursda işləmişəm, bilirsiniz. Ona görə mən orada gördüyüm hansı ki görüntü var idi ki, ancaq mən işləyirdim, səhər, axşam, günorta, fərqi yoxdur. Bu nə olur olsun, müəllim olasan, mağazada satıcı olasan, fərqi yoxdur. Mən yenə də işləyirəm, səhər, günorta, axşam, eyni qaydada maaşım ya 10 manat, ya 20 manat qalxacaq və eyni işləyirəm. Yəni, bu eyni davam edən bir şey heç bir halda yüksək qalxa bilməz. Yəni, bunun qalxacağı faiz 1/10, belə. Yəni, çox cüzi. Sən o pulları yığaraq nəyəsə yatırım eləyə bilərsən. Əgər sənin maaşın yüksəkdirsə, məsələn 1000 manatdır, 800 manatdır, amma sənin xərcin az olmalıdır. Ki, sən onu yatırım eləyə bilərsən, o da neçə aylardan sonra. Bir də ki, bəzən insanlarda belə fikir var. Əslində, mən o fikirlə razı deyiləm Cavidan bəy, onu da deyim sizə. Hansı fikirdir o? Hər kəs öz işini qurmalıdır. Bu fikir çox yanlışdır. Nəyə görə? Ümumiyyətlə, biz ətrafımızda da görürük. Bir çox insanlar məsuliyyət daşımaq istəmir. Məsələn, bizim kursumuzda da olur bəzi müəllimlər. Məsələn, biz veririk ona 20 tələbə, daşımaq istəmir. Deyir ki, siz hər bir problemimizi, hər bir sözünüzü kursa bildirin. Hansı ki, bütün məsuliyyəti atır bizim üzərimizə. Yəni, öz işini qurmaq əslində başlıca olaraq böyük bir məsuliyyətdir. Yəni, bunu hər adam eləyə bilməz. Yəni, ona görə hər adam biznesdə uğurlu ola bilmir. Yəni, hamı deyir ki, yox, mənim pulum var, eləyə bilərəm, məsələ xeyr. Çünki biznesdə hər bir insanın biznes həyatında çətinliklər olacaq. Adətən görmüşük ki, əvvəli, məsələn, bizim insanlar olanda, o bir nəfər yazmışdı ki, nə oldu bunların hamısının əvvəli çox acınacaqlı oldu. Əslində, biznesdə uğurlu olan insanların nəyə görə uğurludur, onun elə keçmişindən gəlir. Bizlər o qədər əziyyət görürük ki, o qədər zülüm çəkirik, o qədər ağlayırıq, gecəmiz gündüzümüzü qatırıq, gecə gündüz demirik, işləyirik. Artıq biznes həyatını satanda da orada əziyyət görəndə biz demirik, alınmadı, artıq buraxaq gedək, başqa işə keçək, bu alınmadı. Yəni, bizcə bəzən insan o qədər çətinlə üzbəyiz olur, hər şey üst-üstə gəlir. Siz çətinlik də olanda bir dənə olmur da, yəni hər şey üst-üstə gəlir. Sən sınanırsan. Yəni, əlbəttə ki, uğurlu insanların keçmişi acınacaqlı olub ki, bu adam çətinliyi görüb və incidə görəndə ona yadı gəlmir bu. O düşünür ki, bəli, mənim əvvəl də belə olub bu hadisə. Ona yad olmur o. O deyir, bəli, belə olub, əlhəmdülillah, düzələcək. Çətinliklər var, biz bunun üstəsindən gəlməliyik. Üstəsindən gəlməsə əgər, qabağa gedə bilmərik. Bəs biz necə gəlmişik əvvəldən? Gör, bizim haradan hara gəlmişik? Yəni, ona görə əslində, bəzi insanlar deyir ki, nə oldu, bunların hamısı kasıbı oldu, bunların hamısı acından ölən oldu, bunlar niyə belə oldu? Yəni, əksər hamısını deyəməm, amma əksəriyyətini əziyyət görmüş insanlardır. Yəni, əvvəllər çox əziyyət görüb bu adam. Gecə, gündüz ağlayıb, inanmayıblar buna, mücadilə verib. Yəni, belə-belə qalxmışıq. Yoxsa bizim hər dəqiqəmiz məsuliyyət, problem, yəni rəhbər olmaq asan bir iş deyil. Niyəsə mən çıxış yolumu ancaq universitetə daxil olmaqda görürdüm ki, elə də oldu. Həqiqətən elə görürdüm. Mən elə bilirdim ki, mənim ancaq həyatda olan çıxış yolum kitablardan və universitetdən ibarətdir. Yəni, uğurlu olacağımı bilirdim. Amma o uğur universitetdən başlayırdı sanki. Yəni, çalışacağım dönəmlər birinci olaraq universitetdən başlayırdım. Hər bir şey zəhmətlə olur. Ağılla birinci, ikinci zəhmətlə.